İnşallah. Görün ağacım necə böyüyüb Manolya. Eğer istəyirsənsə Manolya ağacın çox gözəl olsun, bu üstündəki qozaları qırmalısan. Hə? Niyə Bəli. Rəsul? Əgər bu üstündəki qozaları qırmasan, ağacın ən çox enerjisini bu qozalar sərf edəcəkdir. Hə, bildim. Və yaxud da bu qozaları qırsan, üstündəki yeni toxumlar yarada bilər, tumurcuqlar yarada bilər. Hə, deməli qozanı qıraq ki, yeni tumurcuqlar yaransın da, hə? Hə, bax burada da tumurcuğumuz var. Demək bu qozanı açmış çiçəyini təmizləməliyik ki, bax yığıb Rəsul bura qoyub. Görürsüz, çiçəkləri görün necə solublar, ağappaq güllər görün necə olublar. Demək gülləri, solmuş gülləri, qozaları təmizləyək ki, baxın nə qədər var üstündə. Bunlar hamısı açmış güllərdir də görmüşdünüz. Yeni tumurcuqlar əmələ gəlsin. Bax belə tumurcuqlar görək. Sağ ol atam, sağ ol. Sən sağ ol. Bura bir quş qonub. Bu sabah yine maşallah olsun manolyalarımın kokusu həyəti götürüb özdə qoşa açıblar ay qızlar. Qoşa. Bura bir mahnı gedirir. Deyir ki ikisi bir boyda gezen güzeller. İndi manolyalarım ikisi bir boyda gəlsin. Ay Allah, ikisi de bir açıb. Bir boy. Bu yok. Bu bundan biraz dünən açıb qızlar. Bax bunun içərisində bax toxumları üzə çıxıbdı. Qoy tökülsün. İkisi bir boyda gəzənlər. Bu bugün açıb hələ. Baxın toxumu hələ tökülməyibdi. Maşallah olsun. Həyatımız belə güllü, çiçəkli olsun. Burada da mənim gül buketimi inşallah Atəş müəllim hazırlayıb gələn ilə. Artıq doğrayıbdı. Yadınızdadır da qızlar, bu qıpqırmızı idi. Bax beləcə, maşallah. Ay qızlar, kokusunu bir biləsiniz bu manolyanın. Ay qızlar, görün Allah nə gözəl yaradıb. Çox şükürlər olsun Allaha. Ay, nə gözəl ətri var. Bəh. Mən telefonumdan çəkirdin, onu izləyəcək. Kızlar, masamın üstünə belə bir dekorasiya yaratdım. Necədir? Bəyəndinizmi? Düzdür, daha təkmilləşdirəcəm. Amma hələlik belə bir ideya gəldi ağlıma. Görün başqa nə eləyəcəm. Bir sözlə də bu gözəlliyi, bu gözəl ləçəkləri, bu gözəl gülləri indiyə qədər tulladığıma peşmanam. Daha gözəl yararlana bilərdim demək ki bunlardan. Daha gözəl yararlana bilərdim.